Salam əziz ikincilər, sizləri kanalımda xoş gördük. Biz bugün 2-ci sinif riyaziyyat 2-ci hissə dərsindən səhifə 70 və 71-də olan tapşırıqları həll edəcəyik. Gəlin başlayaq. Tapşırıqlara keçməmişdən öncə videolarımızı bəyənməyi və kanalımıza abunə olmağınızı xahiş edirik. Gəlin başlayaq. 2-ci sinif üzrə ümumiləşdirici tapşırıqlar. 6, 7, 10, 11, 13, 14, 15 və 16-cı məsələləri tərtib edərkən Üzeyir Hacıbəylinin Hesab məsələləri kitabından Bakı 1907-ci il istifadə olunmuşdur. Çətinlik dərəcəsi nisbətən yüksək olan məsələlər ulduz işarəsi ilə qeyd edilmişdir. Misal 1. Əməlləri yerinə yetirin. 38 üstəgəl 44 edir. Gəlin yazaq. 8-in üstünə 4 gələndə edir 12. 2 yazırıq, 1 yadda. 3-ün üstünə 4 gəldi də 7, 1 yaddaydı 8 edir 82. 53 çıx 46. 3-dən 6 çıxılmır, birini veririk buna. 13-dən 6 çıxırıq, qalır 7. 41 üstəgəl 50, 46 üstəgəl 51 edir 97. 58 çıx 29 edir 29. 66 üstəgəl 7, 73. 92 çıx 33, 59. 60 üstəgəl 6, 66. 63 çıx 5, 58. 52 üstəgəl 31, 83. 46 çıx 25, 21. 24 üstəgəl 64, 88. 56 üstəgəl 35, 91. 33 üstəgəl 66, 99. 66 çıx 33, 33. 93-dən 23 çıxırıq 70. 58 üstəgəl 22, 80. 48 üstəgəl 38, 86. 42 çıx 25, 17. 18 üstəgəl 41, 59. 31 çıx 25, 6. 32 çıx 15, 17. 85 çıxılsın 6, 79. 19 üstəgəl 59, 78. 56 çıx 36, 20. 25 üstəgəl 65, 90. 36 üstəgəl 36, 72. 43 çıx 27, 16. 24 üstəgəl 48, 72. 38 üstəgəl 37, 75. 87 çıx 29, 58. 18 üstəgəl 32 üstəgəl 26 edir 76. 25 üstəgəl 15 üstəgəl 42 edir 82. 29 üstəgəl 20 üstəgəl 11. 9-un üstünə 0 gəlirik. 9 üstünə 1 gəlirik 10. 0 yazırıq 1 yadda. 2 üstəgəl 2 4. 4-ün üstünə 1 gələndə 5. 1 də yaddaydı 6 edir 60. 27 üstəgəl 25 üstəgəl 37 edir 89. 40 üstəgəl 29 üstəgəl 8 edir 77. 9 üstəgəl 34 üstəgəl 41 edir 84. 16 üstəgəl 14 üstəgəl 53 edir 83. 13 üstəgəl 27 üstəgəl 27 edir 67. 35 üstəgəl 20 üstəgəl 35 edir 90. 26 üstəgəl 26 üstəgəl 24 edir 76. Misal 2. Hesablayın. 12 bölünsün 2, 6. 10 böl 5, 2. 24 böl 4, 6. 21 böl 3, 7. 5 vur 6, 30. 24 böl 3, 8. 5 vur 4, 20. 2 vur 1, 2. 2 vur 5, 10. 6 vur 0 edir 0. 0 vur 9, 0. 4 vur 8, 32. 18 bölünsün 3, 6. 20 böl 4, 5. 3 vur 9, 27. 35 böl 5, 7. 1 vur 4, 4. 7 böl 7, 1. 27 böl 3, 9. 36 bölünsün 4 edir 9. Geçək misal 3'ə. Hesablayın və müqayisə edin. 35 çıxılsın 19. Boşlama qoyuruq. 24 çıxılsın 7. Bunların hər birini ayrı-ayrılıqda hesablayıb müqayisə edirik. Deməli 35 çıxılsın 19 kiçikdir 24 çıx 7-dən. 80 çıx 35 edər 45. 5 vur 9 edir 45. Bu bərabərdir. 12 böl 4 edir 3. 12 böl 3 edir 4. 12 böl 4 deməli kiçikdir 12 böl 3-dən. 63 çıx 27 böyükdür 74 çıxılsın mörtəzədə 55 çıx 15-dən. 8 vur 3 kiçikdir 18 üstəgəl 20 üstəgəl 12. 54 çıxılsın 27 üstəgəl 13 böyükdür 54 çıxılsın mörtəzədə 27 üstəgəl 13-dən. Misal 4. Ədədlərin yazılma qaydasını müəyyən edin və boş yerlərə uyğun ədədləri tapın. Burada misal 3'də sonuncu. 14 bölünsün 2 kiçikdir 62 çıx 32 çıxılsın 18-dən.
Misal 4. Ədədlərin yazılma qaydasını müəyyən edin və boş yerlərə uyğun ədədləri tapın. A variantı. 297, 298 gördüyümüz kimi burada ədədlər bir-bir artır. Ona görə yazırıq 297, 298, 299, 300, 301. B variantı 120, 130, 140, 150, 160, 170. Burada ədədlər 10-10 artdı. C variantı 200, 205, 210, 215, 220, 225, 230. Burada ədədlər 5-5 artdı. D variantı 100, 150, 200, 250, 300, 350, 400. Burada isə ədədlər 50-50 artmış olur. Misal 5. Verilən ədədləri Venn diaqramının hansı hissələrinə yerləşdirmək olar? Cüt ədədlər, 50-dən böyük cüt ədədlər, 50-dən böyük ədədlər. Deməli, ədədlərimiz 18, 36, 48, 6, 75, 78, 80, 83, 89-dur. Gəlin buna uyğun yerləşdirək. Deməli, cüt ədədlər 18, 36, 48. 50-dən böyük ədədlər 75, 83, 89. 50-dən böyük cüt ədədlər isə ortada olan hissəyə isə yazacağıq 78, 80. Bu şəkildə. Bunlar cüt ədədlərimizdə 18, 36, 48. Bunlar isə 50-dən böyük olan ədədlərdir 75, 83, 89. Bu orta hissədə isə 78 ilə 80-i yazacağıq. Məsələ 6. Kəndlinin 26 qara və 37 ağ qoyunu var idi. O bunların 45-ini satdı. Kəndlinin neçə qoyunu qaldı? Deməli, məsələni plan olaraq yazarıq ki, qara qoyun 26, ağ qoyun 37, satdı 45, qaldı sual işarəsi. Deməli, 26 üstə gəl 37, mörtəzədə çıxılsın 45 edir 18. Deməli, kəndlinin 18 qoyunu qaldı. Məsələ 7. Bostanda 70 qarpız yetişdi. Bostançı əvvəl 36, sonra isə 28 qarpız yığdı. Bostanda nə qədər qarpız qaldı? Yetişdi 70 qarpız, əvvəl yığdı ona 36 qarpız, sonra yığdı 28 qarpız, qaldı sual işarəsi. 70 çıxılsın, mörtəzədə 36 üstə gəl 28 edir 6. Cavab 6 qarpız qaldı. Məsələ 8. Anarın kəsdiyi paralelogramdan 2 üçbucaq və 1 düzbucaqlı alındı. Onun kəsdiyi paralelogram hansıdır? Gördüyümüz kimi burada C variantıdır. 1 düzbucaqlı alınıbdır. 2 dənə də üçbucaq alınıbdır. C variantı. Məsələ 9. Fiqurları uyğun qutulara yığmaq lazımdır. Hər qutuda hansı fiqurdan neçə dənə olacaq? Birinci qutudakı fiqurlar ikinci qutudakılardan neçə dəfə çox olacaq? Deməli, birinci qutuda 8 təpəsi olan fiqurları yerləşdirəcəyik. İkinci qutuda 5 təpəsi olan fiqurları, üçüncü qutuda isə təpəsi olmayan fiqurları yerləşdirəcəyik. Deməli, birinci qutuya aiddir 6 dənə fiqur. Yəni, kub və kuboidləri aid edəcəyik. 1, 2, 3, 4, 5, 6. İkinci qutuya aid edəcəyik 3 fiquru, piramidaları. 1, 2, 3. 3 dənə piramidalar. Üçüncü qutuya isə 4 fiqur yerləşdirəcəyik. Yəni, kürə və silindirləri. 1, 2, 3, 4. Bu şəkildə. İkinci sualımızda deyir, birinci qutudakı fiqurlar ikinci qutudakılardan neçə dəfə çox olacaq? 6 bölünsün 3 bərabərdir 2. Çünki birinci qutuda 6 fiqur var, ikinci qutuda 3 fiqur var. 6-nı 3-ə bölərək 2 dəfə çox. Deməli, birinci qutudakı fiqurlar ikinci qutudakılardan 2 dəfə çox olacaq. Bugünkü tapşırıqlarımız bu qədər əziz ikincilər. Növbəti videolarımızda görüşənədək kanalımıza abunə olmağı və videolarımızı bəyənməyi unutmayın. Hələlik.